Transplantasiya edilmiş orqan vasitəsilə quduzluğa yoluxan xəstə ölüb. Orqan nəql edilən Michigan sakini yeni orqandan vərəmə yoluxaraq dünyasını dəyişib. Səhiyyə orqanları tərəfindən aparılan araşdırma göstərib ki, o köçürülən orqan vasitəsilə vərəmə yoluxub. Xəstəyə dekabr ayında Ohio ştatındakı xəstəxanada orqan köçürülməsi edilib. Michigan və Ohio Səhiyyə departamentləri, həmçinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstənin ölümünü araşdıraraq diaqnozu təsdiqləyib, deyə Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin nümayəndəsi izah edib. Açıqlamada alıcı və ya köçürülən orqanın növü barədə məlumat verilməyib. Donor Michigan və ya Ohio sakini olmayıb. Səhiyyə rəsmiləri birgə işləyərək Michigandan olan şəxslə əlaqə saxlayan insanların, o cümlədən səhiyyə xidməti təminatçılarının vərəmə yoluxma ehtimalı ilə bağlı müayinədən keçirilməsini təmin edib. Departament isə əlavə məlumat verməkdən imtina edib.